Salam, mən Leyla Xəlizadə. Bu günləri güvən sınaq imtahanından yanvarın 11-i bazar günü güvən sınaq imtahanının daha doğrusu blokun coğrafiya fənninin suallarının izahını verəcəm. Və birinci suala baxaq, 31-ci suala. Hansı materikdə subtropik iqlim qurşağının bərabər rütubətli vilayəti formalaşmayıb? Sualı oxuyanda diqqətlə şərtinə diqqətli olun. Formalaşmayıb. Biz bilirik ki, bərabər rütubətlinin ancaq Cənub yarımkürəsində olacaq. Cənub yarımkürəsində Afrika, Cənubi Amerika, bir də Avstraliyanın şərqinə uyğun gəlir. Ona görə biz doğru cavab olaraq şimalda olanları, Şimali Amerika, bir də Avrasiyanı götürəcəyik. Yəni bunlarda yoxdur. Doğru cavab 2 ilə 3. B variantı. Keçdik 32-ci suala. 32. Doğru ifadəni müəyyən edin. Labrador cərəyanı Kanada sahillərində temperaturun yüksəlməsinə səbəb olur. Labrador cərəyanı soyuq cərəyandır, ona görə də temperatur aşağı salacaq. Bu səhvdir. Bizdən doğrunu istəyir, buna da diqqətli olaq. Sonra Avstraliya Böyük Viktoriya səhrasında şimalda səhra və savanna zonalar arasında yerləşən hissə sahil adlanır. Biz bildiyimiz bu sahil Afrika materiki üçün xarakterikdir. Ona görə B də ola bilməz. C-yə baxaq. Dragon əjdaha dağlarının şərq yamaclarına Hind okeanından gələn pasta kürələrin təsiri ilə çoxlu miqdarda yağıntı düşür. Bəli, doğru cavabımız C variantıdır. D deyil, Cənubi Amerika iqlimin formalaşmasında Sakit okeanın rolu daha böyükdür. Doğrudur. Çünki qərb tərəfində belə deyək, Cənubi Amerika Sakit okeanın rolu daha böyükdür. Bu səhvdir. Sakit okeanın yox, Atlantik okeanın rolu daha çox olacaq. Ona görə bu da səhvdir. Afrikada subekvatora qurşaq bütöv zolaq əmələ gətirməyən çat hövzəsində qırılır. Subekvatorial tar səhrasında qırılır. Avrasiya materikində. Deməli, doğru cavabımız C variantı oldu. Digər 33-cü sual. Tianşan dağlarına aid xüsusiyyət. Tianşandır, Altaydı, Sayandır. Bunlar qədim dağlardır. Qədim dağlar paleozoyda yaranan dağlardır. İndi variantlara baxaq. Qafqaz dağlıq sistemi ilə eyni yaşdadır. Qafqaz cavan dağdır, Kaynazoydadır. Qırışıq dağdır və bunu ilə eyni ola bilməz. Sonra Kaynazoyda təkrar fəallaşmağa məruz qalmışdır. Bəli, doğru cavab B variantıdır. Sonra Mezozoy erasında yaranmışdır. Mezozoyda yox, Paleozoydadır. Çünki biz bu dağı qədim olaraq götürürük. Cənub-Şərqi Asiyada yerləşir. Xeyr, Asiyanın şimal, demək olar mərkəz olan hissədə Türk dövlətlərinin ərazisindədir. Bu da doğru deyil. Litasfer tağlar divergen sərhədində yerləşir. Xeyr, doğru cavabımız B variantı. 34. 34-də bizə məsələ verib. Məsələdə deyir ki, temperatur 10 Selsi olan 1 kubmetr havada. Gəlin biz bunu əyani şəkildə göstərək. Temperatur 10 Selsi, havadan 1 kub götürmüşük. Deməli, 7,2 qram su buxarı var. Bunun içərisində 7,2 qram su var. Bu temperaturda havanın 9 qram su buxarı saxlaya biləcəyini nəzərə alaraq biz ümumiyyətlə 10 Selsidə bunu əzbər bilirik ki, 10 Selsidə 9 qram su olur. Yəni bu 9 qram su saxlayır. Amma bunun içində nə qədər deyir? Yenidən yazın, rənglər qarışmasın. 7,2 qram var. Nisbi rütubətliyi hesablayın. Yadımızda saxlayaq. Nisbi rütubətliyi həmişə faizlə ölçülür. Yəni bu bunun içində neçə faiz təşkil edir? Bir də onu qeyd edək. Heç vaxt məsələlərdə verilən temperatur işlənməyəcək. Bizdən faizlə istəyirsə 9 qram tam bunun doyması üçün lazım olan su 100%dir. Amma bunun içində 7,2 qram su var. 7,2 qram suyun neçə faiz olduğunu bizdən istəyir. Bunu da tənasübə verəndə bu şəkildə eləyəcək. Vaxtımız çox getməsin. Doğru cavab burada deməli, səhv etməmizə ixtisara verəndə deməli 80. 80. Deməli, doğru cavabımız D variantı oldu. 35-ci suala baxaq. Primitiv məsələlərdən biri idi. 35-ci sual. Bizə deyir ki, Maracaibo gölünü verib, bir də Titicaca gölünü verib. Bizə oxşar xüsusiyyətini istəyir bizim. Hər iki göl daha doğrusu Cənubi Amerikada yerləşir. Maracaibo gölü Venezuela dövləti, Venezuela laqun mənşəli göldür, duzlu göldür. Titicaca gölü dağ gölüdür və şirindir. Peru ilə Boliviyanın sərhədində ölçü olaraq yazaq. Peru bir də Boliviyanın sərhədində yerləşir. Bizə oxşar. Səthində günəş zenitdə olma prosesi baş verir. Venezuela, bəli, iki tropikin arasında yerləşir. Günəş zenitdə ola bilir. Titicaca da cənub tropikindən nisbətən şimalda. Elə doğru cavabımız bizim A variantıdır. Sonra B-də niyə olmaz? Kanal vasitəsilə dünya okeanına çıxışı var. Doğru, demək olar ki, Titicaca'nın yoxdur. Maracaibo
kiçik kanal vasitəsilə çıxışı var. Deməli, B ola bilməz. C. İki dövlətin ərazisinin biri var, biri yox. Hündür dağ gölü bu yalnız Titikakaya məxsusdur. Cənub və qərb yarımkürəsində yerləşmir. Deməli, biri şimalda yerləşir, Maracaibo şimalda, Titikaka isə cənubda yerləşir. Doğru cavabımız burada A variantı oldu. 36-cı suala baxaq. 36-cı sualda cədvəli tamamlayın. Bizdə bunun işarələrini və harda yayıldığını istəyir. Bu xromitdir. Bu xromitdir. Bu isə deməli kvars qumudur. Kvars qumudur. Deməli, xromit harda olacaq? Xromit Azərbaycanda 2 dənə yerdə. Bir Kəlbəcərdədir. Bir də Laçında olacaq. Kəlbəcərdəkinin adı Göydərə olacaq. Göydərə. Laçındakının adı olacaq İpək. Baxaq variantlarımıza görək. Baxın, Göydərə, İpək. Bu isə kvars qumu Abşeron rayonu arasında Hacıvəli və Hökməli ərazisində yayılıb. 36-da doğru cavabımızdır. 37. Yarımadalarda havanın orta ili temperaturun artma ardıcıllığını istəyir. Bizdən temperaturun artmasını istəyirsə, biz şimaldan cənuba doğru bunları yerləşdirək. Əvvəlcə Kamçatkaya gələcək 3, sonra Apenin yarımadası 2, ən aşağıda da Malaqqat 3, 2, 1. Doğru cavabımız B variantı. 38. Materikin şərq sahilləri boyunca hərəkət edən soyuq okean cəryanları. Bizdən şərqi istəyir. Biz bunu çıxdaş vasitəsilə, xüsusi olaraq soyuq okean cəryanlarını istəyir. Şərq olan hissəni çıxdaş vasitəsilə də edə bilərik. Məsələn, Kanar cəryanı Afrikanın qərbindədir. Biz bunu silirik, ola bilməz. Sonra Falkland cəryanı, bəli, Cənubi Amerikanın şərq hissəsindədir. Somali cəryanı da Afrikanın Somali yarımadası, yəni şərq hissəsi. Doğru cavab C variantı oldu. Məsələn, burada Peru Cənubi Amerikanın qərbində olacaq və digər yenə Kanar Afrikanın qərbindədir. Kaliforniyada Şimali Amerikanın qərbindədir. Doğru cavabımız B variantı. Digər testə baxaq. Deməli, 39-cu testi nəzər yetirək. Yenə məsələdir. Bizə deyir ki, 32 promil duzluluğa malik olan 7 litr dəniz suyunu buxarlandırmasına neçə qram duz əldə etmək olar? Deməli, bu nə deməkdir? 1 litrdə, yəni 32 qram duz var. 32 qram duz var. Promili qramla ifadə edirik. Bəs 7 litrdə nə qədər olacaq? O da tənasibə verəndə 32-ni biz 7-yə vururuq. Eləyir 224 qram. 39-da cavabımız Y variantı. 40-cı sual. 40-da verilmiş ucqar nöqtələri sahillərində yerləşdiriciləri okeanlara müvafiq olaraq qruplaşdırın. Okeanlara uyğunlaşdırın. Bunun üçün biz materiklərin ucqar nöqtələrinin adlarını bilməliyik. Gəlin baxaq variantlara. Xüsusi olaraq okeanlara uyğunlaşdıracağıq. Deməli, baxırıq. Murchison Şimali Amerikanın şimal olan hissəsindədir. Ona görə şimal buzlu okeana uyğun gəlir. Baxın, 1-ə veririk B-ni. Baxaq, 1-ə B olan variantlar C ilə D variantına baxacağıq. Sonra, deməli, Steep Point olacaq. Deməli, Avstraliya materikində, Avstraliya materikinin Hind okeanı tərəfinə uyğun gəlir. Bu da 2-yə C veririksə, artıq bizim cavabımız D variantıdır. Sonra Almadiya Afrikaya aiddir. Afrikanın, deməli, Atlantik okean sahillərinə uyğun gəlir. 4-də də D. Parinyas da Cənubi Amerikanın Sakit okean sahillərinə uyğun gəlir. Doğru cavabımız D variantıdır. Sonra 41-ci suala baxırıq. Payız gecə-gündüz bərabərliyi günü hansı adalarda günorta vaxtı günəş şüaları 66,5 dərəcə bucaq altına düşür? Payız gecə-gündüz bərabərliyində günəş ekvatorda zenitdə olur. Biz baxaq görə o hansı enliyidir ki, o həmin enliyə o 66,5 dərəcə bucaq altına düşür. Biz həmin eni tapaq. Nə edirik biz? 90-dan çıxırıq. Bunu tapmaq üçün həmişə günəş mərkəzdə dayananda biz eni tapanda verilən bucağı 90-dan çıxır. 90-dan 66,5 çıxanda eləyir 23,5. Deməli, mən elə adalar götürməliyəm ki, həmin adalar tropik xəttləri kəssin həmin adaları. Yəni 23,5-lər kəssin həm şimaldan, həm cənubdan. Baxaq görək bu hansı adalar olacaq. Deməli, A variantına baxaq. Tayvan, bəli, şimal tropik xətti keçir. Madaqaskarda cənub tropik xətti. Elə doğru cavabım A variantı. Məsələn, Böyük Britaniya mülayimdə yerləşir, tropikdən uzaqdır. Newfoundland mülayimdə yerləşir. Sonra Sumatrada, Kalimantan ekvator xəttinin keçdiyi ərazilərdir, amma bura yüksək 90-a yaxın 90 dərəcə bucaq altına düşür. Ona görə bunlar olmaz. Korsikada Fransaya aid Aral dənizinin içində. Bu da tropikdən kənardır.
Doğru cavabım A variantı. 42. Cədvələ əsasən uyğunluğu müəyyən eləyin. Gəlin baxaq. B variantından başlayayım. Atlantik okeanı ekvatorial tropik enişlərdə ensiz olduğuna görə çox qızır. Ensizsə niyə çox qızsın? Bunun yerində az olmalı idi. Çox yox, az. Deməli, bu səhvdir. Yəni belə eləyək. Bu yanlışdır. Doğru yox, yanlış olmalıydı. Sonra suyun fiziki kimyəvi xassələri onun temperaturu, duzluluğu, şəffaflığı, dalğaların suda yayılması aiddir. Bu doğrudur, amma bu yanlış verib. Sonra okean sularının duzluğuna yağıntılar, buxarlanmanın miqdarı, çay və buzlaq suları okean cərəyanına təsir. Bu da doğrudur, amma burada yanlış verib. Sonra dalğanın ən aşağı hissəsi onun yalı adlanır. Xeyr, ən yuxarı hissəsi olacaq yal. Ona görə bu yanlış verib. İndi baxın, bir-birinin əksliyi bildirir. Ona görə əksliyi bildirirsə bunlar doğru deyil. Doğru cavabım A variantıdır. 3000-4000 metr dərində okean suyunun temperaturu 2-3 Selsidən çox olmur. Bu isə doğru cavabdır. 42-də doğru cavabımız A variantıdır. Sonra 43-cü testə baxırıq. Dünya okeanının çay və ya kanal vasitəsilə çıxışı mövcud olan göllər. Variantlara baxaq. Baxın, biz bunu çıxdaş vasitəsilə eləyə bilərik. Məsələn, Aral gölü qapalı hövzədir, heç bir okeana çıxışı yoxdur. Ona görə burada Aral C variantı getdi, D variantı da ola bilməz. Sonra Eyer gölü Avstraliya materikində yerləşir, duzludur, qapalı göldür. Ona görə okeana çıxışı yoxdur. Yerdə qalacaq doğru cavabım A variantı. 44. Çayın mənbəyində havanın temperaturu 2 Selsi, mənsəbində müsbət 20 Selsidir. Gəlin belə bir çay çəkək. Mənbə yəni onun başlandığı yer. Bura yazıram müsbət 2 Selsi, töküldüyü yer isə müsbət 20 Selsidir. Bu çayın uzunluğunu da verib mənə 300 kilometr. Onun dərəsində əsasən bərk çuxurlar yayılmışdır. Biz heç bunu hesablamamış belə bu bərk çuxurun yayılması bizə bunu həll etməyə kömək edir. Bu çayın hansı xüsusiyyəti aid ola bilməz? Mən bərk çuxura əsasən deyirəm ki, bu çay dağ çayıdır. İndi gəlin yoxlayaq. Görək meyillilik vahiddən böyükcə dağ çayıdır. Deməli, bunların arasında gəlin mənbədən mənsəbə qədər olan hündürlüyü tapaq. Tapmaq üçün 20 çıx 2 temperatur 18. Mən bilirəm ki, hər 1000 metrə yuxarıya doğru qalxdıqca temperatur 6 Selsi düşürsə, burada 18 Selsi almışam. Neçə metr üçündür? X da bərabərdir 1000. Baxın, bu şəkildə eləyək. Çox vaxtımız getməsin. 18, 6. Bunu ixtisara verəndə eləyəcək 3000. Deməli, mənim çayımın hündürlüyü 3000 metrdən axır. Gəlin meyilliliyi tapaq. Meyilliliyin düsturu da meyillilik bərabərdir. Düşmə və yaxud da hündürlük bölünsün uzunluğa. Mən hündürlüyümü bilirəm. Hündürlüyüm 3000 metrdir. İndi tapmışam və uzunluğumu da özü verib 300 metr. Biz bunu buna verəndə 10 eləyir. Deməli, vahiddən böyüdür. 10 almışam. Vahiddən böyüdürsə, əlbəttə bu dağ çayıdır. Mən dağ çayına aid ola bilməyəni axtarmalıyam. Aid ola bilməyənləri götürəcəm. Hidroenerji potensialına malikdir. Bu doğrudur. Dağ çayı olduğu üçün doğrudur. Rəngimizi dəyişir, rahat. Dağ çayı olduğu üçün doğrudur. Mənbə böyük suarcı silsilədə yerləşir. Böyük suarcı silsilədə yerləşə bilməz. Niyə? Çünki onun hündür nöqtəsi Kastiyuşadır. Bu da hündürlüyü 2228 metrdir. Bu da mənim tapdığım, amma hündürlüyüm isə 3000 metrdir. 3000 metr, deməli, ola bilməz deyirsə, mən elə doğruca B-ni götürək, amma digər variantda V şəkilli çay dərəsi yaradır. Bəli, doğru dağ çayı olduğu üçün V yaratmalıdır. Orta meyillilik 10 tapmışıq. Baxın, 10 tapmışıq. Bu da doğrudur. Məndən səhv istəyir. Nəqliyyat imkanları məhduddur. Bəli, dağ çayında nəqliyyat imkanı məhduddur. Doğru cavabım B variantı. Sonra 45-ci sual. 45-ci sual iqlim diaqramı ilə bağlıdır. Gəlin görək bura haradır. Xüsusi olaraq bura diqqət edin. 1036. 1036 deyilsə, deməli bura Qafqaz ərazisinə Zaqatala rayon ərazisinə düşür. Zaqatalanın bir hissəsi Qanı-Xərçəy vadisindədir. Bir hissəsi də demək olar ki, yüksək dağlıq ərazilərə düşür. Gəlin bunu, demək bu iqlimə məxsus olan ərazilərə görək hansılar ola bilər. Deməli, Kiçik Qafqazın dağətəyi və alçaq dağlıq hissələrində, Kiçik Qafqazın dağətəyi və alçaq olan hissələrində. Bunu necə eləyək? Baxın, Qanı-Xərçəy qışı quraq keçən mülayim istidir, düzdür? Bu Kiçik Qafqazda da özünü göstərir. Ona görə mən burada biri götürə bilərəm. Sonra
2-yə baxaq. Naxçıvanın alçaq dağlığından başlamış yüksək dağlığa dək olan sahələrdir. Naxçıvanda yağıntının miqdarı 1030-a qədər gedib çıxa bilmir. Ona görə bu variant 2 olanları biz silirik. 2 olanlar gedir. Baxın, Qarabağ vulkanik yayılası. Qarabağ vulkanik yayılasında soyuq iqlim, bir qisminə də tundra iqlimi düşür. Burada isə temperatur mənfiyə getmir. Bu səbəbdən 3 də ola bilməz. 1 ilə 4, bir də 5-i yoxlayırıq. Qanı Xərçay çökəkliyi, bəli, Zaqatalanın cənub olan hissəsidir. Ona görə mən elə doğru cavab 1 ilə 4-dür. Doğru cavabın C variantı oldu. Samur Dəvəçi ovalığında yarım səhra quru çöldür. Yağıntının miqdarı heç vaxt 1000-i aşa bilməz. Bunu çıxdaş eləyə tapmaq rahat olur. 46-cı test. Dağların zirvələrin düzgün verildiyi sıranı müəyyən edin. Tupqal səhvdir, Appalaj deyil. Bura Atlas dağları olmalıydı. Jogori Hindukuş dağı deyil. Qaraqorum olmalıdır. Qaraqorum. Sonra Kongur, Pamir, bəli, doğru. Digər də Samonip 2-dir. 3-ü götürürük. Motterhorn, Alp dağları başqa, Montblanc'la deyirlər. Demək 3 ilə 4, bir də 6. 3, 4, 6. Dəmavəndə biz Qafqaz üçün Elbrus verəcəyik. Elbrus. Ona görə doğru cavabın A variantı. 47-ci sual. Avrasiya sahillərini yuyan körfəzlər hansılardır? Avrasiyanın körfəzi. Siyam körfəzini götürəcəyik. Bir Siyamı götürürük. Bir də Biskay körfəzini. Bu da Avropa olan hissədə yerləşir. Venezuela bilirik, Şimali, Cənubi Amerika olan hissədə Avrasiya mümkün deyil. Doğru cavabın 1 ilə 3. 1 ilə 3. Qivneya Afrika. Qivneya körfəzi Afrikada 4 yarımkürədə yerləşir. Karpentariya Avstraliyada olacaq. Doğru cavab C variantıdır. Və digər 48-ci test. Bizə deyir, Xəzər dənizinin şimal hissəsinə aid olan əlamətləri müəyyən edin. Deməli, yayda temperatur 28-30 Selsi arasında dəyişir. Şimal olan hissədirsə, əlbəttə bura soyuqdur. Soyuq olan yerdə temperatur bu qədər verə bilmərik. Ona görə 1 olan variantlar mümkün deyil. Kür Səfidrud çayları tökülür. Xəzərin şimalından tökülmür. Kür bilirik ki, Azərbaycandan daxil olur. Xəzərin qərb hissəsindən tökülür. Ona görə 2 variantlar da ola bilməz. Bunu tapmaq daha rahat oldu. 4 ilə 5 doğru cavab alındı. Deməli, qışda buz bağlayır. Doğrudur. Duzluq cəmi 1-2 promilə duzluluq cəmi 1-2 promilə qədərdir. Bəli, duzluq az olacaq. Sonra 49-a baxırıq. Xəritə sxemə əsasən rəqəmlərə müvafiq gələn boğazları müəyyən edin. Bu testi işləmək üçün biz xəritəni yaxşı bilməliyik. Xəritəni və biz bunu çıxdaş üsulu ilə də eləyə bilərik. Baxaq bir də Hudson körfəzidir. Hudson, baxaq variantlara. Deməli, B ilə D-nin arasındayıq. Hudson körfəzidir. Davis boğazı biraz nisbətən yuxarıdadır. 2-yə baxaq, Hörmüz boğazıdır. Hörmüz avtomatik mənim cavabım D variantıdır. 3-də Malakka boğazıdır. Doğrudur. Sumatra ilə Malakka yarımadası arasında. 4-də də Torres boğazıdır. Torres boğazı da baxın buradadır. Zond boğazı Sumatra ilə Yavanın arasında. Yəni burada versəydi doğru cavab olacaqdı. 49-da D variantı. Sonra 50-də doğru sıranı müəyyən edin. Bizə okean səviyyəsindən aşağıda, okean səviyyəsindən hündürdə olan, əsas bunlar azdır deyənə, biz bunları bilsək, cavabı daha rahat təyin edə bilərik. Okean səviyyəsindən aşağıda yerləşən göl Xəzər gölüdür. Xəzər gölü, sonra 40 xor çökəkliyi. Gəlin, Volqadır, okean səviyyəsindən aşağı, bu doğrudur. İordan çayı, bu da İsraildir, Fələstindir, Suriya ərazisindən axır və 40 xor çökəkliyi ölüm dərəsinə tökülür. 400 və yaxud da 403 metr dərinlikdə okean səviyyəsindən aşağıdır. Bu da uyğun gəlir. Ural da Xəzərə tökülür. Ural şimal hissədən Xəzərə tökülür. Bu da doğrudur. Amma İrtiş isə, İrtiş, İşim, Tobol, bunlar okean səviyyəsindən yuxarıdadır. Çünki obun qollarıdır. Bu ola bilməz. İndi biz baxırıq 1, 2, 3 variantı. Okean səviyyəsindən hündürdə olanlara baxaq. Deməli, Dnepr okean səviyyəsindən eyni bərabərdir. Ona görə bu ola bilməz. Yerdə qaldı məndə 2 ilə 3. Missouri, Mississippi-nin qoludur. Adətən çayın qolları okean səviyyəsindən yuxarıda olacaq. Darlingdən Murdeyin qoludur. Doğru cavabım 2 ilə 3. Doğru cavab Y variantı. 51-ci test. Afrikada ekvatora iqlim qurşağının xüsusiyyətlərinə aid deyil. Buna diqqətli olaq. Mənə deyir ki, il ərzində hər gün təşkillalanan hava şəraiti olur, düz deyil, çünki bir fəsil olacaq. Tez-tez, plus qoyaq bura, tez-tez şimşək və yıldırımla müşahidə olunan leysan yağışlar yağır. Bu da doğrudur, qalxan hava var burada. Səhər hava aydın olur, gündüz yer səthindən qızan hava yuxarı qalxır. Bu da
doğru bizə aid olmayanı istəyir. Ona görə sutkalıq temperatur amplitudu 40 Selsiyə çatır. Bu yalandır. Ən az sutkalıq amplituda ekvatorial ərazidədir. Ona görə burada 40-a qeyri-mümkündür. Sutkalıq deyəndə gündüz biz buna 25 Selsi, gecə də buna hardasa 24 Selsi, 23 Selsi versək, burada çox kiçik bir rəqəm alınacaq. Ona görə ən az buradadır. Səhv olan D variantıdır. Sonra axşam hava əsasən sakit və buludsuz olur. Doğru cavabımız elə D variantı. 52 primitiv asan testi rütubətlənmə əmsalı hansı qiymətdə suxuların fiziki aşınması sürətlə. Fiziki aşınma adətən harda gedir? Səhralarda. Burada da əmsal kiçik olmalıdır. Ən kiçik olan da Y variantıdır. Mənə əgər desə kimyəvi aşınma, onda biz məsələ B-ni, C-ni götürə bilərdik. 53-cü tapşırıq bu məsələdir. Düşməsini verib bizə, çayın meyliliyində verib və miqyas verib, xəritə üzərində bu çayın uzunluğunu müəyyən edirik. Nə edirik biz? Deməli, meylilik düsturundan istifadə edirik. Meylilik bərabərdir. Çayın düşməsi və yaxud da hündürlüyü, bunu da belə qeyd edək, bölünsün uzunluğa. Yerinə qoyaq. Çayın düşməsini verib bizə 720. Elə 720. Çayın uzunluğuna x verirəm. Meyliliyi 1,2-dir. Bu da 1,2. Tənasübə verəndə biz bunu 1 kimi götürürük. 720-ni 1,2-yə böləndə burada mənim x-im olur 600. 600 uzunluğum. 600 metr. Düzdür? Mənim uzunluğum oldu 600. Uzunluğum budur. İndi bu uzunluq dediyimiz həqiqi məsafədir. Yazıram ki, həqiqi məsafə, yəni həqiqətən bu çayın uzunluğu bu qədərdir. Çayın uzunluğu bu qədər. Biraz qələmdə problem var. 600 metr. Mənə miqyas verib. Gəlin bu miqyas sadələşdirək. Yəni 100 minə bölək. Sıfırlardan azad olsun. 100 minə böləndə yerdə qalacaq 30. Miqyas da oldu 30. Məndən xəritə üzərində, bax, santimetrlə istəyir. Heç nə. Xəritədəki məsafəni biz tapanda həqiqini bölürük. Yəni 600 elə burada qeyd edeyim. 630-a bölürəm. Deməli, 660-ı 3-ə bölürəm. Eləyir 20. 20 santimetr. Doğru cavabım 20 santimetr olacaq. Sonra 54. K məntəqəsində qütb ulduzu polariz 40 dərəcə bucaq altında görünür. Gəlin görə bu hansı məntəqədir, hansı indi? Baxın, mən bura x verirəm. Burada mənə deyir ki, qütb ulduzu 40 dərəcə görünür. Biz bilirik ki, qütb ulduzu ancaq ekvatordan şimalda görünür. Neçədə durmuşuqsa, yəni neçə endə dayanmışıqsa, elə həmin dərəcə bucaq altında görünür. Deməli, bu x-im 40-dır. Əgər mənə desəydi 30 dərəcə görünür, onda enim olacaqdı 30. Neçə versə onu götürəcəyik. Deməli, mənim enim oldu 40. Davam edirik. Bu məntəqənin 80 şərq uzunluğu yerləşdiyi. İndi həmin bu məntəqəm 80 şərq uzunluğundadır. Baxın, bura bir dənə nöqtə qoyuram. Bu həmin bu məntəqədir. Bakı şəhəri arasında ən qısa məsafəni. Başqa rəng götürək, rənglər qarışmasın. Mən indi bizə Bakını verirəm. Bakını da bilirik də. Enim elə 40-dır. Bundan eyni endədir. Uzunum isə 50 olacaq. Bunların arasında məsafəni istəyir. Gəlin bunların arasında dərəcəni tapaq. 30 dərəcə var. 30, 80-dən 50 çıxdım. 30. Deməli, 30-u da vuracam. 85,4. Bu da doğru cavabım eləyəcək. 2562. 2562 kilometr. Çünki 85,4-lərə niyə vururuq? 40 dərəcə paraleldə 1 dərəcə köksünün uzunluğu 85,4 kilometrdir. Sonra 55-də iqlim yarımtiplərinin xəritə sxeminə əsasən soyuq iqlim tipində yerləşən ərazi. Əslində bu asan məntiqi testdir. Soyuq deyirsə bizə çalışın hündür olan yerləri götürün. Bu da deməli hündür olan yerlərə baxanda biz biri götürəcəyik. Biri götürürük. Soyuq iqlimdir. Bir də 4-ü götürəcəyik. 1, 4. Digərləri, bir də 2. Naxçıvan. Ümumiyyətlə, Naxçıvanda isti iqlim yoxdur. 1, 2, 4 doğru cavabım olacaq. 56 nə istəyir məndən? Cədvələ əsasən uyğun sıranı müəyyən edin. Materik və okean havalarının sərhəddində yerləşən adalar. Materikdən okean sərhəddində yerləşsinlər. Azor adaları Şimali Amerika ilə Avrasiya materikinin divergentində yerləşir. Yəni materiklərdədir. Bu olmaz. Sonra Alyolit adası materik, bəli, materiklə okean toqquşmasından yaranır. Biz içini buradan götürəcəyik. Müqəddəs Yelena divergentdədir. 2 materikdən söhbət gedir. Bu ola bilməz. Buradan içini götürürük. Burada 2 okean tavasının sərhəddində. İkisi də okean tavası olsun. İslandiya olmaz. Materiklərin ayrılmasındandır. Yapon adası deməli, Yapon adası götürə bilərik.
2 okean tavası yox, götürməyəcək. Çünki bir materik, bir də okean toqquşmasından ona görə olmaz. Bir də yerdə qaldı Pasxa adası. Pasxa adası da deməli Pasxa Naska tavası ilə Naska ilə Saçlı okean divergentinə. Doğru cavabımız 2 6 olmalıdır. 57-yə baxırıq. Uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən eləyək. Burada baxırıq ki, baxın, mülayim isti verib. Mülayim isti, düzdür? Mülayim isti iqlim. Mülayim isti iqlim. Gəlin elə bunları bir-bir uyğunlaşdıraq. Rəngidə bir şey rahatlıqla tapa bilək. Bir də yayı quraq keçən mülayim isti. Yayı quraqdırsa, deməli rütubəti qışda olacaq. Bu da Aralıq dəniz iqlim tipini xatırladır. Aralıq dəniz iqlim tipi də bizdə Lənkəran ovalığında özünü göstərəcək. Deməli, yazaq 1-ə B-ni verdim. 1-ə B-ni verdim. Sonra gəlin elə bunları yazaq. 2 bir də 3. 1-ə B-ni vermişəm. Sonra burada 2. Yağıntısı bərabər paylanan mülayim isti. Yağıntısı bərabər paylanan mülayim isti bir Talış dağlarındadır. Bir də Böyük Qafqazın hər iki tərəfində, yəni şimal-şərqində, bir də cənub-şərqində, cənub ətəklərində olacaq. İndi variant olaraq biz burada Böyük Qafqazın şimal-şərq yamacının alçaq dağlığı, çünki istidən söhbət gedir də, alçaq dağlığı. Ona görə mən 2-yə verirəm A-nı. Sonra B. Lənkəran ovalığı. Yenə Lənkəran ovalığı yay quraq keçən. Bunu qeyd eləmişəm burada. Talış dağlarının alçaq dağlığı və dağətəyi zonaları. Bu da C variantının. Yenə alçaq dağlı dağətəyi. Yenə bunu verirəm 1-ə. Sonra burada nə var? Naxçıvanın orta dağlığı. Naxçıvanın orta dağlığı soyuq iqlimdir. Burada da soyuq iqlim bütün fəslərdə bol yağındır. Bu da ancaq Böyük Qafqaz. Onda ABC-də deməli D heç nəyə getməyəcək. Gəldi Y. Böyük Qafqazın cənub yanı orta və yüksək, xüsusi olaraq buna diqqət eləyin. Yüksək dağlarda soyuq olacaq da. Doğru cavabın bu şəkildə olmalıdır. 58. Artıq biz situasiyaya keçmişik. Cənubi Amerikadan axan An çayının mənbəyi yaylada yerləşir. Bu çay ovalıqdan okeana tökülür və mənsəbində estuari yaradır. An çayı cənuba doğru axaraq subekvatorial, tropik, subtropik iqlim qurşaqlarından keçir. Əsasən yağış suyu ilə qidalanır. Cənub tropik xətti ilə keçir. A çayının keçdiyi ölkə üçün təsərrüfat əhəmiyyəti. Əlbəttə bu deməli Parana çayıdır. Parana çayıdır. La Plata ovalığından keçir, Braziliya yaylasından başlayır. Bəli, bu iqlim qurşaqlarından da keçir. Görək nə istəyir bizdən? A çayının adını verdiyi Parana hansı okean hövzəsinə aid olur? Əlbəttə Atlantik okean. Atlantik okean, La Plata körfəzinə tökülür, bu da Atlantik aiddir. Sonra A çayının təsərrüfat əhəmiyyətini yazın. Deməli, bunun üzərində su anbarı var, ses əhəmiyyəti var, balıqçılıq əhəmiyyəti var, suvarma əhəmiyyəti var. Gəmiçilik düzən çaydır. Gəmiçilik əhəmiyyəti var. Məndə qələmdə biraz problem var. Ona görə bu şəkildə yazılır. Sonra 60. A çayının mənbəyinin yerləşdiyi yayla və mənsəbinin yerləşdiyi ovalığın adını yazın. Deməli, yaylanı istəyirsə Braziliyadan başlayır. Braziliya. Mənsəbinin yerləşdiyi ovalıq da deməli La Plata ovalığı. Vəssalam. La Plata ovalığı. Ümid edirəm ki, sizə faydalı olacaq.